İlham Əliyev iki dəfə bir prezident Erdoğanla, bir də prezident Trumpla görüşəndə demişdi ki, mənim 9 nəvəm var. Biz də hesabladıq, gördük ki, bu İlham Əliyevin 3 övladı var. Çünki hamı 3 bilir, bütün ensiklopediyada, hər yerdə, Wikipediyada və yaxud da ki, sosial şəbəkələrdə hər yerdə onun 3 övladı olduğu bilinir. Övladların adları da məlumdur. İkisi qızdır, biri oğlandır. Oğlanın adı Heydərdir. Çox hər yerdə də balaca Heydər yazırlar və məsələ burasıdır ki, bunların da övladları haqqında bilgilər var ki, neçə övladları var. Məsələn, belə başlayaq, İlham Əliyevin neçə nəvəsi var? Bunu başlayaq buradan ki, İlham Əliyevin nəvələri kimlərdir? Məsələn, İlham Əliyev Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyip Erdoğanla görüşəndə orada demiş ki, Erdoğan demiş ki, qardaşım İlham Əliyevin 9 nəvəsi var, mənim də 9 nəvəm var, gələcəyimiz güvəndədir, deyə Erdoğan söyləyib. Yəni, biz gedəcək yerimizə, övladlarımızı gətirəcək, nəvələrimizi gətirəcək və onlar bizim ölkəmizi biz istədiyimiz kimi idarə edəcəklər. Yəni, bunlar özlərini monarx hesab edirlər və o cümlədən medal verirdi, belə medalyonlar verirdi. Dəyəri 1-2 dollar olan medalyonlar verirdi Trump İlham Əliyevə o görüşləri vaxtı. Orada dedi ki, mənim 9 nəvəm var, mənə 9 dənə verir. Amma məlum olur ki, İlham Əliyevin 9 nəvəsi yox, 5 nəvəsi var. 5 nəvəsi var və 2 nəvəsi də, olduğu deyilən 2 nəvəsi də Alyona Aleksandrovna Qonçarın övladlarıdır. Onu da öz övladı kimi hesab edir və belə çıxır ki, deməli, hər hansı bir yanınla gətirdiyi övladı da, bir gəlinin yanına gətirdiyi övladı da olacaq prezidentin övladı və sabah da onun bütün imtiyazlardan istifadə edəcək. Bu imtiyazlar Azərbaycanda bilirsiniz, dəyərli dostlar, Azərbaycanda təkcə maaşınla keçinmir. Azərbaycan dövlətinin tutaq ki, başında olan şəxsin ailəsi və yaxud da ki, özü təkcə maaşla keçinmirlər. Bunlar dövlət büdcəsindən kifayət qədər pul xərcləyirlər və bir də nələr olur? Bunlara imtiyazlar var. Maşın ayrılır, nə ayrılır. Ondan başqa da dostlar, bir də bilirsiniz ki, bunların bir də qara, belə deyək də, bazarları var. Öz bizneslərindən başqa qara bazarları var və buradan da kifayət qədər gəlirlər əldə edirlər. Bu məsələdə də yenə nə olur? İlham Əliyevin nəvəsi olduğu adlandırılan şəxslərə imtiyazlar verilir və restoranlar verilir, nələr verilir, o nədir o, Sibrizdir, nədir, elə bir yerlər tikilir, nələr tikilir, hamısı dövlətin büdcəsindən, dövlət onunla bağlı xüsusi qərar verir, parlament qərar verir ki, orada ada yaradılsın, nə yaradılsın, orada nələr tikilsin və bütün bunların hamısı bizlərin gözü qarşısında baş verir, dəyərli dostlar. Hamımızın gözümüz qarşısında baş verir və bu məsələləri görən şəxslər də o insanlar ki, özlərini təhlükəsiz yerdə hesab edirlər, məsələn, Mehman Hüseynov bunu araşdırır. Araşdırır və gətirir, ortaya çıxardır ki, deməli, bu cəmiyyətə sizin sırdığınız kimi heç də nəvələr, İlham Əliyevin nəvələri deyil. Bu Heydər Əliyev, yəni balaca Heydər xəstədir, onun uşaqları olmur və uşaqları olmadığı üçün də bu Qonçar qızının, daha doğrusu Qonçar soyadlı olan Alyonanın övladlarını özünə övladlığa götürür. Bu da normaldır. Amma birinci ailə üçün normal deyil, dəyərli dostlar. Ölkənin başında duran birinci şəxs üçün normal deyil. Çünki ölkənin başında duran birinci şəxs öz övladını yerinə gətirməyə hazırlaşır. Bu, bunun üçün normal deyil. Normal olar. Məsələn, hər hansı bir prezidentdir və yaxud nədir? Tutaq ki, iddialı deyil, oğlu onun yerinə gəlsin. İlham Əliyev isə iddialıdır. Mehmanın bir videosunu göstərəcəm mən, dəyərli dostlar. O birinci, ikinci videosunu mən göstərəcəm, hansı ki, bugün yayılıb. Onun üzərində bəzi təhlillər də aparacaq sizinlə. Amma hələlik mən sizə təqdim elədiyim, bax, burada, Wikipediyada, diqqət eləyin. Bilmirəm, sizə kifayət qədər görün, biraz da böyütməyə çalışım. Hə, görün deyəsən, belə.
Dostlar, Alyona Aleksandrovna Gonçar yazılır burada. Wikipedia'da Rus dili variantında yazılır değerli dostlar. Rus dili variantında ne yazılır? Ben olmasa burada mən özüm görünmürəm, onun için de bunu bak bu şekilde getireyim, bu şekilde. Ne yazılır değerli dostlar burada? Bunun milleti yazılır ki, Rus dilinde variantında yazılır ki, Alyona Aleksandrovna Gonçar Odessalıdır, Ukraynada olub, Wikipedia'da yazılır. Əliyeva Alyona haqqında yazılır değerli dostlar. Bu vaxta qədər biz hamımız elə bildik ki, bu deməli bizim Azərbaycandan olan Yahudi əsilli, nədir, Moskvada yaşayan onun neydi onun adı? Deməli Qudnisanovun qızıdır deyirdilər. Amma sən demə Qudnisanovun qızı deyil, sadə bir biznesmenin bir nə bilim mən bazar alversə kiminsə qızıdır və bunu Heydər Əliyevə, yəni balaca Heydərə bu adamı sırayıblar. Kimlər sırayıb, indi Mehmanın o videosunu göstərdiğinde görəcəksiniz. Yazılır burada vətəndaşlığı Ukrayna, Azərbaycan. İki vətəndaşlığı var. Deməli, əri Heydər Əliyev balaca. Yəni balaca Heydər Əliyev, iki uşağı var yazılır. Uşaqların adları yazılmır burada. Görünür ki, uşaqların adları yazılmadığı üçün burada yazılar ki, həmişə Wikipedia diqqət edin, yazılır ki, uşaqların atası kimdir, anası kimdir. Burada həm adları yazılır, uşaqların adları, həm də atanın adı da yazılır. Və ya da qadın haqqında yazılanda atanın adı yazılır, kişi haqqında yazılanda anasının adı yazılır. İndi bunun demək ki, gördük ki, bu Qudnisanovun qızı deyil, özlərinin də yazdıqları bu deməli bu Wikipedia'da özləri yaratdıkları Wikipedia'dır və burada da Wikipedia'da maraqlı nə var dəyərli dostlar? Yazır Rus variantda yazır ki, bu silinəcək. Silinmə ərəfəsindədir. Yəni bu məlumatlar artıq burada silinmə ərəfəsindədir. Amma silinmədən öncə deyirlər ki, biz buna baxırıq silinməsi üçün. Bu da şikayət dünən gedib. 25 yanvar 26-cı şikayət gedib, Wikipedia'dan bu silinsin. Deməli, Mehman bu məsələni gündəmə gətirəndən sonra artıq bunu silməyə qərar veriblər ki, silinsin bu. Bilirsiniz, bu silinməsi üçün də şikayət qəbul olursa, onu dərhal silinmir Wikipedia'dan. Onu baxırlar rəhbərlik görə silə ya silməyən, nədir səbəb, nədən silinir, hansı yalan məlumatlar var, nə doğru məlumatlar var və belə. Deməli, deyir ki, 25 noyabr 22-ci ildən Azərbaycan prezidentinin oğlu Heydər Əliyevin xanımıdır. Heydər İlhamoviç Əliyevin xanımıdır. Deməli, 22-ci ilə qədər Alyona Əliyevanın həyat haqqında məlumat verilmir. Yəni, burada məlumat yoxdur. Deyir, bəlkə də buna görə ki, o Moskvalı biznesmen, Moskvada olan biznesmen, deməli, Yahudi əsilli biznesmen Qudnisanovun qızı olduğu bildirildiyi üçün o məlumatlar verilir. Amma Rus dilində mən onu Rusca tərcümə edirəm. Deməli, müxalif kütləvi informasiya vasitələrində bildirilir ki, Alyona Ukraynalıdır və deməli, Aleksandr Qonçarın qızıdır və bunlar Heydər Əliyevlə, yəni balaca Heydərlə bunların bir yerə gəlmələri, tanışdıqları Paris şəhərində olub. İndi bunlar hamısı, deməli, iki uşağı var deyir burada. Deməli, Alyona'nın o birisi ərindən iki uşağı var. Yəni, Alyona'nın da burada uşaqların olduğu iki nəfər göstərir. Yəni, iki uşağı var və deyir ki, burada deyir ki, o birisi ərinnəndir. Demək, bu uşaqlar, bu Alyona'nın uşaqları Heydər Əliyevin uşaqları deyil, İlham Əliyevin də nəvəsi deyil. Buradakı heç bir mübahisə yoxdur. Bu, Wikipedia'da yazılmış bir şeydir. Wikipedia'da hər kəsin öz tərəfindən tərtib olunur və biz indi gedirik Azərbaycan dilinə. Mən niyə bunları istəyirəm sizə çatdırıb dərsə? İndi Azərbaycan dilində olan varianta diqqət edin. Deməli, burada nə yazılır? Alyona Əliyeva vətəndaşlığı Azərbaycan. Həyat yoldaşı Heydər Əliyev. Uşağı 2, yenə 4 deyil də 2 uşaqdır. Çünki xatırladı ki, o birisi ərindən, əvvəlki ərindən 2 uşaq olubdur. Milləti dostlar, baxın görün nə yazır. Əgər mənə inanmırsınızsa, daxil olun Wikipedia
və orada görəcəksiniz ki, Azərbaycan dili variantda yazır ki, milləti Azərbaycanlı, dini İslam, tanınır Heydər Əliyevin həyat yoldaşı kimi. Diqqət edirsinizmi? Hər yerdə bu ailə saxtakarlığa gedir. Görün nə yazır? Vətəndaşlığı Azərbaycan, həyat yoldaşı Heydər Əliyev, uşağı 2, milləti Azərbaycanlı, dini İslam. Halbuki Xristiyandır, milləti Azərbaycanlı deyil. Milləti Ukraynalıdır. Tanınır Heydər Əliyevin həyat yoldaşı kimi tanınır. Deməli, bir də bunun çox maraqlı bir vəzifəsi olmalıdır. Azərbaycan dilinin inkişafı fondunun direktorudur, yoxsa nəsə belə bir fondun direktorudur və maraqlı burasındadır ki, bu xanım Azərbaycan dilini bilmir. Amma Azərbaycan dilinin inkişafı mərkəzinin və ya fondunun rəhbəri, dəyərli dostlar.